Salam əskər, yatağın səngər döşəyin qardan. Sizə məktub yazıram əlbət, sizlərdən çox uzaqdan. Bilirəm əllərin soyuqdur qardan, xəbərdə yoxdumu sevgili yardan. Analar üçün bax əzizdir, bunu bil, balalar daim şirindir candan. Ata qocalıb, bel bükülüb, ananın gözləri yollarda qalıb. Neçə ana belə şəhid oğlunu bağrına basanda qollardan alım. Ana məkanım rahatdır mənim, icazə verirsən onlarla qalım. Şəhid ailələrin yada salın, gedin təşəkkürü məncə onlardan alın. Əskər anası çox yemək yedir, ay bala ona söz doymuşam nədir. Əskər olub ki anası olmayıb, mən gözümlə görmüşəm yəni. Mən 3 ildir xidməti bitirib, sağ salamat dönmüşəm yəni. Sağ salamat dönə bilməyənin məzarına güllər qoymuşam gəlib. Mən vətəni sevən insanları 2 elvini görmüşəm yəni. 8 saat yağışın altında posta dayanıb və dözmüşəm yəni. Elə vaxt olub ki 2 çörəyi 4 nəfər əskərə bölmüşəm yəni. Mən yazacam əskər şəhidimdən, elə bildiz ölmüşəm yəni. Gecə yarısı 3-4 olanda həyəcan verilir hərbi hissəyə. Yazımın balası döyüşə qaçar və içində sevgini qəlbi gizləyər. Hərbi sirrini hərbi gizləyər, dərdimi açım hərbi kimsəyə. Heç boş ver dostum, mən ölənə qədər bax sizinləyəm. Başının üstündən güllələr uçar gedər, sən də əylərsən asla. Başına taxmısan kaska və üzünə mazutdan çəkdim maska. Əskər yoldaşını düşmən vurar, güllənin önündə süpərdi başda. Gözümdə yaş var, özüm savaşda, bir vaxt özü post dikərdi daşda. Mən torpaq üçün savaşıram, bilin bu döyüş heç vaxt yormaz bizi. Mən düşməni zəif görmüşəm, tanmışam hər vaxt qorxaq sizi. Mübariz İbrahimov kimi qəhrəman olacam, rütbəm olacaq gizir. Sərhədləri aşıb da gələcəm, başınızı kəsəcəm bir gün sizin. Hər şey vətən üçün, 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 hər şey vətən üçün.